Bu günlərdə Yasamalda belə bir hadisə baş verdi ki, insanlar kameralar vasitəsilə narkotik satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşa olunmasına köməklik elədilər. Bu çox önəmli bir addımdır, çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanı narkotik faciəsindən qurtarmaq çox çətin olacaq. Bu, yalnız polisin, xüsusi xidmət orqanlarının işi deyil, vətəndaş dəstəyinə ehtiyac var. Mən hansısa narkotik istifadəçisinin həbs olunmasının da tərəfdarı deyiləm. Bunların hamısı müalicə mexanizmi düzgün qurulmalıdır və ora göndərilməlidirlər və həbsxananı bu cür kateqoriyadan olan insanlarla doldurmaq, orada sağlam insanların da gələcəyi üçün problem yarada bilir. Amma narkotik satışını həyata keçirən şəbəkənin çöktürülməsi üçün bütün vətəndaşlar həssaslıqla bu prosesə qoşulmalıdırlar. Lazımı uyğun yerlərdə kameralar qurulmalıdır, quraşdırılmalıdır və digər tərəfdən bu məsələdə birinci növbədə məktəblərin ətrafında ola biləcək bu satış mexanizmlərini, mərkəzlərini mütləq aşkara çıxarıb, ifşa edib, onları müəyyən dərəcədə məsuliyyətə cəlb eləmək vacibdir. Çünki bəlkə də bu informasiya sosial şəbəkələrdə belə sıradan bir informasiya kimi görünə bilər, amma doğrudan da Azərbaycanda bu günləri ölkəmizin gələcəyini təhdid edən ən ciddi problemlərdən biri narkomaniya problemidir və onun satışı ilə bağlı